Herkese salam. Yeni tüm bağlaması açılışı videoma və kanalıma xoş gəlmişsiniz. Anam üçün belə bir kəmər götürmüşük. Bunu daha öncə 3XL-ni götürmüşdük. O çox böyük olmuşdu. Ona görə də qaytarıb 2XL götürdük və bu səfər üstünə tam oldu. Həm də çox qəşəng kəmərdir. Çox bəyəndim mən. Daha sonra özüm üçün belə bir tripod götürdüm. Bunu yaxından ASMR qutu açılışı videoları çəkə bilmək üçün almışdım. Bir-iki səfər video çəkməyə çalışdım, çəkdim daha doğrusu. Çox titrədiyi üçün, yəni videolar heç qəşəng alınmadı. Ona görə məcburən bunu geri qaytarmalı oldum. Və başqa tripod sifariş verdim. Çünki mən çox istifadə etdiyim tripodum hal-hazırda qırılıbdır. Onunla rahat video çəkə bilmirəm. Bunu burada göstərdiyim şəkildə boyuna taxıb video çəkirsən və həm də arxa kamera ilə çəkərkən istədiyin şeyi rahat görə bilirsən. Amma hayf ki, istədiyim kimi alınmadı və geri qaytarmalı oldum. Daha sonra özüm üçün belə bir orqanzer sifariş verdim. Bu həm parfüm orqanzeridir, həm də daha başqa şeyləri, məsəl üçün tanrı kremləri, nəmləndiriciləri və s. də qoya bilmək üçün olan bir orqanzerdir. Görüntüsünü çox bəyəndim, çünki şəkildə necə idisə o şəkildə də gəldi. Dairəvi olan hissəsinə parfümlər qoymaq üçündür. Digər hissələri isə dediyim kimi başqa şeyləri qoya bilmək üçündür. Dairəvi hissədə 2 mərtəbəlidir, həm də 360 dərəcədə dönən şəkildədir. Bu da çox rahatdır ki, oradan istədiyiniz məhsulu götürüb istifadə eləmək üçün. Bu da metal çubuqlardır. Bunlar vasitəsilə 2 mərtəbəni düzəltmək olur. Burada düzəldib göstərəcəyəm. Çox bəyəndim, çünki istədiyim gündəlik mənə lazım olan, əlimin altında olmağını istədiyim hər bir şeyi tam yerləşdirə bildim rahat və həm də mən toz alarkən hər şeyi ayrı-ayrı götürüb kənara qoymaq çox çətinlik çəkirdim açığı. O cəhətdən də bu çox rahat bir şeydir və rahat götürüb kənara qoyub tozu alıb sonra yenidən yerinə qoya bilirəm. Parfüm hissəsinə parfümlərim tam yerləşmədi. Ona görə də parfüm üçün ayrı bir orqanzer almağı da fikirləşirəm. Bu ara kanala tez-tez video ata bilmirəm. Çünki video editləyərkən çox stres oluram. Məncə bu mükəmməliyyətçi olduğumdan irəli gəlir. Atılacaq çox videom var və bu arada kanalım da hələ də spamdan çıxmayıbdır. Ona görə də sizdən çox xahiş edirəm ki, mümkün olduğu qədər videonu bəyənməyə çalışın. Hələlik.